Əgər hələ də süni intellektin proqramçılara və texnologiya ilə maraqlanan şəxslərə aid bir şey olduğunu düşünürsünüzsə, yanılırsınız. Bu gün AI sizin bir həftəlik işinizi bir saata görə bilər. Və biz bu kanalda bu mövzular üzərində işləyəcəyik. Yəni, süni intellekt modellərini necə şəxsi işləriniz üçün daha rahat, daha səmərəli istifadə edə bilərsinizsə bu mövzulara toxunacağıq. Başlayaq. Bəziləriniz məni sosial şəbəkədən və yaxud keçdiyim təlimlərdən tanıya bilər. Tanımayanlar üçün özümü təqdim edim. Mən Ülvi İqbal, süni intellekt məzmun mütəxəssisiyəm və işim elədir ki, günümün çox hissəsini süni intellekti araşdırmaqla keçirdirəm. Araşdırıram, test edirəm, maraqlı olan məqamları sosial şəbəkələrdə sizinlə bölüşürəm. Sadəcə son zamanlar bildiklərimi bölüşmək üçün postlar kifayət etməməyə başladım və bu səbəblə də artıq video formata keçid edirəm. Burada daha səmimi, daha geniş bir şəkildə sizinlə fikirlərimi bölüşəcəm. Bu videolarda həm indiyə qədər olan mövzulardan danışacağıq, həm də bundan sonra gələcək olan yenilikləri müzakirə edəcəyik. Niyə hər kəs süni intellekt öyrənməlidir? Gəlin bir şeyi dəqiqləşdirək. Bu gün süni intellekt öyrənmək bir seçim deyil, zərurətdir. Çünki siz süni intellekt istifadə edərək qənaət etdiyiniz şey sizin vaxtınız, enerjinizdir. Tələbəsinizsə, AI sizin ən yaxşı məsləhətçinizdir. Biznes sahibisinizsə, o sizin marketinq menecerinizdir. Əgər məzmun hazırlayan birisinizsə, o sizin fotoqrafınız, videoqrafınız, senaristinizdir. Bir sözlə, AI sizin şəxsi assistentinizdir. Və bu yarışda geri qalmamaq üçün onu öyrənməlisiniz. Kanalda nələr olacaq? Maraq dairənizə əsasən asan tapıb izləyə biləsiniz deyə 4 əsas kateqoriyaya bölmüşəm. Birinci bölmə təlim videoları. Hansı model şəkil üçün daha yaxşıdır? ChatGPT, Gemini kimi modelləri necə daha səmərəli istifadə edə bilərəm? Təbii ki, bunları praktiki şəkildə tətbiq edərək öyrənəcəyik. İkinci bölmə vibe coding. Bu məni ən çox maraqlandıran bölmədir. Kodlaşdırma sahəsi günü-gündən dəyişir. Artıq şəxsi istifadəmiz üçün istənilən mobil tətbiqi və yaxud veb-saytı sadəcə prompt yazaraq heç bir kod bilgimiz olmadan asanlıqla hazırlaya bilirik. Bunların hər birini birlikdə öyrənəcəyik. Üçüncüsü prompt mühəndisliyi. Ən çox istifadəçi kütləsinə sahib olan Gemini, ChatGPT kimi chatbot modelləridir. Və onlardan daha səmərəli istifadə etmək üçün, necə deyərlər, onlarla mesajlaşma yollarını yaxşı bacarmaq lazımdır. Prompt mühəndisliyi süni intellekt modelləri ilə danışmağın sənətidir. Və son olaraq 4-cü bölmə xəbərlər. Süni intellekt, robotlar, texnologiya və bənzəri innovasiya xəbərlərini həftəlik və ya aylıq olaraq tərtib edib sizinlə bölüşməyə çalışacağam. Biraz öncə qeyd etdiyim kimi, videoların biraz söhbət tərzində olmasını istəyirəm. Bunun baş tuta bilməsi üçün, sizlə söhbət edə bilməyimiz üçün fikirlərinizi videolarda rəy olaraq qeyd etməyiniz lazımdır. Bu kanalın gedişatını sizin rəyləriniz təyin edəcək. Ona görə də sizə maraqlı gələn mövzuları, videolarda bəyəndiyiniz və yaxud bəyənmədiyiniz məsələləri, şəxsi fikirlərinizi mütləq rəy bölməsində yazın. Nəticədə həm mənim, həm də videonu sonacan izləyən sizin istəyi eynidir. Öyrənmək və inkişaf etmək. Növbəti videolarda görüşənədək.